Buraxılış imtahanına düşən testlərin izahı ilə davam edək. Deməli, baxırıq 11-ci testimizə. Burada bizdən gerund istəyir. Baxın, gerundun işlənmə yerlərini yazmışam sizin üçün. Birincisi, bəzi feillərdən sonra bu feillər əslində çoxdur, amma bir neçəsini qeyd eləmişəm. Əsasən daha çox düşən feillər bunlardır. Amma yenə də əzbərləşmək lazımdır hamısını. Suggest, love, like, stop, hate, admit. Sonra ikinci yəli əvəzlərindən sonra my, your, his, her, it's our, your deyir. Yəni bunlardan sonra gerund işlənir. My reading, my writing, my speaking, for example. Sonra üçdə cümlənin əvvəlində. Məsəl üçün, reading is my hobby. Belə, yəni bunlar gerund sayılacaqdır. Və daha sonra isə sözünüdən də sonra misal üçün burada elə 11-ci testdə biz bunu görəcəyik. Burada silindi, bunu düzəldim. Aha. Deməli, gəlin baxaq 11-ci testimizə. Baxın, 11-ci testimizdə abendində when walked up the street staring at the sky. Yəni səmaya baxaraq burada hərəkətin vəziyyətini bildirir. Artıq bu gerund sayıla bilməz. İkinci testimizdə early in the following. Biz bilirik ki, gerunddan əvvəl article işlənə bilməz. Necə ki, Y bəndində də olmaz. The beginning olmaz. Sonra baxıram C bəndinə. C bəndində has been living. Bu davam edici zamandır. Bitmiş zamanının davam edici forması. Biz bilirik ki, davam edici zaman to be plus ing-li feil ilə düzəlir. Burada da has been living davam edici zaman formasıdır. Baxın, amma görürsünüz, D bəndində on reading sözünündən sonra biz demişdik ki, gerund işlənir. Deməli, düzgün cavab olduğu D bənd.